Bonasera Amici. Demək, Sırağacım 2-3 gün bundan əvvəl bir post yazdım. Demək, Gülnaz Mehdiyeva adlı bizim qəhrəman bacımız Zəngilanın Rəzdərə kəndində 1990-cı ildə, 93-cü ildə Zəngilan işğal olunanda demək, əri şəhid olandan sonra diqqət eləyin. Bəzi özünə kişi deyənlər dezertirlik eləyəndə, həyat yoldaşı şəhid olandan sonra bu adam demək, əlində avtomat 2 dənə övladı ilə tək qalır, eynən Laçınlı Kamran bəy kimi. Axırıncı patronuna qədər döyüşür və özü də şəhid olur. Övladları erməni işğalçıları tərəfindən əsir götürülür və yalnız 1995-ci ildə Qırmızı Xaçın vasitəsilə əsirlikdən azad olunurlar. Demək, o bacımız haqqında mən post yazdım. 2-3 il bundan əvvəl rus dilində yazmışdım. Yəni ilə copy-paste eləyib repost elədim. Sağ olsun ölkəmizin bir çox da vətəndaşlarımız yəni repost elədilər, paylaşdılar. Və mən belə qərara gəldim ki, bununla bağlı petisiya yaradaq. Ölkə prezidenti Cənab Ali Baş Komandana müraciət eləyək. Yəni, mən əminəm ki, bu məlumat ona çatsa, şübhəsiz ki, o xanımı mütləq adına əbədiləşdiriləcək və dövlət mükafatı ilə təltif eləyəcək. İndi özü bilər də biz demirik ki, hansı mükafatdan, ordenlə biz dövlətin işlərinə qarışmırıq. Amma bir çox adamların da adını orada təltif elədim. O cümlədən Zəngilandan olan tanınmış jurnalist Qulu müəllim Məhərrəmlinin də adını ora taq eləmişəm. Gəlib yazdığım adını taq eləyib, like eləyib çıxıb getdi. Nə bu məsələni paylaşdı, nə münasibət bildirdi. Qulu müəllim, mənim sizin like'ınızdan ehtiyacım yoxdur. 100 il belə ehtiyacım yoxdur. Sadəcə özünüzü verin qabağa. Nə olsun ki, burada maddi marağınız yoxdur. Nə olsun ki, burada başqa şey yoxdur. Bu bizim xalqımızın, sizin simavuzda bütün Azərbaycanın vətəndaşlarına səslənirəm. Yəni, götürün həmin petisiyanı, paylaşın hamınız. Məsələni, nə bilim, qaldıraq ölkə ictimaiyyəti səviyyəsində. Bütün jurnalistlərə səslənirəm. Oturursunuz gic-gic, dişovka xəbərlərin hamısını. Bu petisiyanı, yəni mənim burada xalq qazanmaq fikrim yoxdur. Ürəyiniz istəyir, öz adınızdan eləyin. Yəni öz adınızda təqdim eləyin ki, bəs sizin təşəbbüsünüz. O təşəbbüs, yəni mənə lazım deyil ki, kimsə desin ki, sağ olsun, Laçın bunu elədi. Bu məsələ gəldi gündəmə, prezident mükafatlandırdı. Bütün günü gic-gic xəbərləri paylaşırsınız. Nə bilim, tərbiyəsiz o show biznesin, nə bilim, axmaq adamların. İndi bir dənə üzvünüzün qaşımı düşəcək ki, bizim bu cür qəhrəman bacımız haqqında bir dənə addım atasınız, bir dənə dılğır alayarımsıq Facebook hesabınızda və yaxud o cındır saytınızda bir dənə durub məqalə yazasınız. Bir dənə durub xəbər eləyəsiniz bunu. Heç biriniz eləmirsiniz. Dinəndə də Zərdabidən, Azərbaycan jurnalistikasından, nə jurnalistikadan mənə danışırsınız? Sizin böyük əksəriyyətiniz Ramiz Mehdiyevin, Kəmaləddin Heydərovun cibində olan satılmış simasız jurnalistlərsiniz. Yəni siz belə xəbərləri dərc eləmərsiniz. Siz Ramiz Mehdiyevin Ata Abdullayevini dərc eləyərsiniz. Siz nə bilim başqa belə da, yəni Ramiz Mehdiyev kimi, onu kimilərin, yəni də öz xalq qazanmaq üçün, pul qazanmaq üçün ancaq belə şeylərlə məşğul olarsınız. Nəysə, üzümü adekvat Azərbaycanın bütün adekvat insanlarına tuturam. Bu şərh bölümündə həmin o petisiyanın linkini paylaşacağım. Xahiş edirəm, hamınız keçin, orada imzalayın. Və mən elə hesab edirəm ki, bu kifayət qədər yəni ciddi yanaşmaq lazımdır bu məsələyə. Çünki bu bizim qəhrəmanlıq tariximizdir. Mən dəfələrlə bunu demişəm. Qarabağda şərəfi alçaldılan, istənilən bir qadını, körpəni mən öz övladım, öz bacım hesab edirəm. Və bizim hər birimizin şəhidlərimizə qeyrət namus borcumuz var. Yəni kim özündə qeyrət hiss edirsə imzalayacaq. Kim beqeyrətsə, yəni ona deməyim 100 demin də nə fərqi var ki? Belə işlər dostlar. Allah Azərbaycanımızı qorusun. Hamınıza salam aleykum.